İnden diyeyim, bu video ne oyun videosudur, ne de bir başka video. Bu video hem xatirə qalacaq, hem de gələcəkdəki özümə yani baxacağım, gələcəkdə baxacağım keçmişdəki özümə. Və gələcəkdəki özümə bir iki dənə söz deyil. Əslində bir iki dənə söz yox, xeyləm sözüm var. Oturub yazıb əzbərləməmişəm. Elə kameranı açdım, dedim nə ağlıma gəldi deyəcəm. Oturmuşam parkda, sumkamız burada. Birinci yerdə dekabrın 3'üdür bugün, 2025 dekabrın 3'ü. 2025 dekabrın 3'ü. 2026'ya girməyimizə bir şey qalmıyor. Bu ayın, yani dekabrın 25'i 18 yaşı tamamlayacağım. Option 12 gün qalır. 12 gün sonra 18 yaş tamamlayacağım. Çok sürətlə gəldi. Bu videonu da 10 il sonraki özüm üçün çəkirəm. Bu video belə qaldı, 10 il sonra baxacağım. İndi 2026'da, yani 2025'də müntəsvir, elə 2026 deyək də. Belə qaldı 2036'da bu videoya baxacağım. İndiki vəziyyət budur. Saqqal yalandan çıxıb. Saç nə gündə, saç yoxdur. Belə. İndiki vəziyyəti də deyək. İndi bir dəqiqə məşq edirəm. Heç həvəsim də yoxdur məşq etməyəcək. Düzdür, biraz da olsa, biraz yalandan olsa bədən çıxartdıq. Amma əskərliyə edirəm, onu da deyim də, yanvarda əskərliyə edirəm. Əskərliyə gedirəm yanvarda. İndi məşq edirəm, sumka, mən su götürməmişəm, ciyərim yanır. Nə deyim gələcəkdəki özümə? İnşallah indi nə istəyirsənsə, yəni xəyalların, arzuların, elə bilirəm ki, gerçəkləşdirərsən. Yəni indi 18 yaşım varsa, 10 il sonra 28 yaşım olacaq. 28 yaşımda 28 yaşına qədər. Hatta istədiyin hər şeyi də gerçəkləşdirərsən də 28 yaşında. Yəqin ki. İndi bilmirəm. Heç yazıb oturmamışam bura. Əzbərləməmişəm. Nə bilmirəm nə deyim. Bu videonun qarşısında həyəcanlanma çatmır. Mən niyə həyəcanlanıram? Səhv şeylər. Vallahi çəkeyim. Üzüm yani 10 il sonra üzüm bambaşqa olur, dəm dəyişik olur. 10 il deyirsən ağzında. 10 ildə deyirsən, 10 il çox gəlir adamın. Çoxdur əslində. 10 il öncə 5 il kimi, 3 il kimi keçir. İndi bu videonu indi attım. Bir də baxdım, sabah 10 il keçdi. O formadır ki, elədir. Görəcəm həmin dəqiqə. Görəcəm. İndi deyək 10 il sonra bu videonu açdım, baxdım. Belə deyəcəm, 10 il həqiqətən də çox sürətli keçdi. Onun içində nə elədim? Onun içində indi bu dəqiqə 18 yaşım olacaq gələn ay. Bu ay gələn ayda əskər edirəm. Nə oxumamışam, nə də peşə sahibliyəm. Bilməm nə olacaq, amma yaxşı olar inşallah. Bu telefonu əlimə ötürmüşkən xeyləm söz deyim də, nə deyim başqa. İnşallah o həmin istədiyin maşını alıbsan, yəni 28 yaşım var, alarsan da indi. Kiməsə möhtac deyirsən yəqin ki, olmarsa nə olmaz. Kiməsə möhtac olmaz. Yəni çalış kimsənin altında işləmə. Yəni 28 yaşında sansa, yəni o vaxta qədər eləyərsən, yəni 10 il. 10 il deyirsən, biraz sürətli keçər, amma yenə də 10 il. Yenə də
əlləşsin, çabalasın, hər şey deyə bilərsən. Hər şey deyə bilərsən. Yəni istədikləri eləyə bilərsən. Vaxtı ver, pulu bir hədər vermə. Həqiqətən də vaxt çox dəyərli bir şeydir. Vaxt çox sürətlə keçir. Biz o vaxtın dəyərini bilmirik. İstədiyimiz, sevdiyimiz insanlarla vaxt keçirməliyik. O günlər həqiqətən də çox sürətlə keçir. Əslində indiki vəziyyət necə vəziyyətdir? Heç nə həvəsim yoxdur. Bilmirəm niyə. Amma bir şeylər də eləmək istəyirəm. Nə edəcəm onu da bilmirəm. Vəziyyət budur, indiki vəziyyət. 18 yaşım olur. Heç nə həvəsim yoxdur. Bir şeylər eləmək istəyirəm. Nə edəcəyimi də bilmirəm. Bir şeydən başlamaq istəyirəm. Amma nədən başlayacağımı bilmirəm. Nə idman etməyə, nə gəzməyə, nə başqa bir şeyə həvəs olub, amma yenə də indi bu gün axırıncı idmanımdır. Dəqiq, bilmirəm. Video 7 dəqiqədir. Mən onu biraz kəsb eləyəcəm. Lazımsız yerlər barədə. Lazımsız yerlər necə? Çox yerdə danışmam. Belə gah o izə baxıram, gah bu izə baxıram. Videonun bəlkə 4 dəqiqəsi o izə baxmayla, belə baxmayla keçdi. Xəyallardan danışım, xəyallardan. Ən böyük xəyallar. Əslində çoxsuna görə çox da böyükdür, amma mənim üçün çox uşaqlıqdan xəyal elədiyim şeydir. 28 yaşına qədər bilmirəm, olar olmaz. Yəni, Allah bilər hər şeyi. Bəlkə də 28 yaşını görmədim. Allah eləməsin, inşallah Allah ömür versin, can sağlıq versin, amma gələcəkdə yoxsam, əgər varamsa, inşallah Parisə yetmiş olaram. Parisə yedirmək. Parisə yedirsən o yeni il gələndə çox qəşəng olur. Yəni ən çox getmək istədiyim ölkələrdən biri odur. Başqa inşallah o istədiyim maşın. Sonra ev. İndi heç nə yoxdur. Aclıqdır. 18 yaşım oldu. Heç kim yox deyib. Dedim telefonu açım. 10 il sonraki özümə bir video çəkeyim. Yəni inşallah yaşayırsan. İnşallah istədiyin maşını evə alıbsan. Ən vacibi heç kimin əlinin altında işləmirsən. Heç kimə möhtac deyilsən. Öz işinin sahibisən. Ən vacibi elə budur. Yəqin idman eləyərsən, yəni hər şey yoluna giribsə. Sonra başqa, indi hər yaşın öz düşüncəsi, hər yaşın öz fikri var. Bəlkə də, nə bilim, mən bir il bundan əvvəl heç belə gələcəyə ciddi baxmırdım. Mən, nə bilim, sadəcə gəzmək, şəkil çəkmək, əylənmək. Yəni başımı elə qatırdım, amma işləyirdim. İndi əskərliyə vaxtda işdən çıxmışam, əskərliyə edəcəm. Amma sadəcə belə idman da eləmirdim. Gələcəyə ciddi də baxmıyordum, amma indi həqiqətən də vaxtların çox sürətlə keçdiyini görürsən. Həmin vaxtlarda baxırsan, nə eləyibsən, heç nə eləməyibsən və adama təsir edir. Yəni mən bu vaxtlarda bu qədər vaxt keçib, mən niyə özüm üçün bir şey eləməmişəm? Niyə də eləmirəm? Amma inşallah 18 yaşdan sonraki yaşlar yaxşı olar.
Başqa? Yəni əgər xəyallarınız varsa, inanın, çabalayın. Özü elə xəyallar qurun ki, adamın, türklərin biz edə biləcək xəyallar, yəni heç təsəvvür edə bilməyəcəyiniz xəyallar, xəyal bir edə bilməyəcəyiniz. Yəni deyərsən ki, mən ara, yəni bu arada o elə bir xəyallar qurun. Yəni mənim elə xəyallarım qururam, amma düz necə eləyəcəyimi də bilmirəm. Amma əlbəttə ki, bir yol var. Mən indi bu dəqiqə, indiki yaşımda deyim ki, gələcəkdəki özümə deyim ki, indiki vəziyyət özümü itirmişəm indi. 18 yaşım olacaq. Videoda bəlkə 18 dəfə demişəm onu. Özümü itirmişəm, nə mənada? Yəni tam olaraq yolumu bilmirəm, tam olaraq nə həvəsim olduğunu bilmirəm. Belə hər şeydə mənasız gəlir bir yandan da hər şey, yəni bir var gələrsən boşa yaşayırsan, bir var həyatın dadını çıxardıb yedirsən. Mən həyatın dadını çıxardıb yedirmək istəyirəm. Boşa yaşamayı da bilirsən, heç nə həvəsi olmayan insanlar, heç nə eləmək istəməyən insanlar, heç nə eləməyən insanlar. Əslində mən də bu dəqiqə heç elə həvəsim yoxdur. Prosta nə bilim, əlbəttə bir gün yolunu tapacağam. İndi onu deyirəm də bu dəqiqə həmin o yolu axtarıram. Nəyə tam həvəsim var. Video 13 dəqiqə oldu. Oyun videosu bu qədər olmur. Nə deyim başqa, yəni başqa bir sözüm yoxdur. İnşallah yaxşı da hər şey gələcəkdə. İndiki keçmişdəki vəziyyət budur. Parkda oturmuşam, sumka mən idmana edəcəm, evə edəcəm. Gələcəkdəki vəziyyət bilmirəm necədir. Amma keçmişdə yaxşıdır. Keçmişdəki vəziyyət yaxşıdır, gələcəkdəki vəziyyət inşallah yaxşı olur.